1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən rəsmən təsdiqlənib. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi bu tarixi gün Azərbaycanda da qeyd edilir. Elə bu münasibətlə Yevlaxlı Fidan balalar teatrda nümayiş olunan gözəl bir tamaşa ilə bir araya gəliblər. Yevlax şəhəri Bəşir Səfəroğlu adına Xalq Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan tədbir keçirilib. Bayram təntənəsində şəhər icra hakimiyyəti başçısının müavini, ictimaiyyət nümayəndələri və şəhərin məktəbə qədər tərbiyə müəssisələrindən olan uşaqlar iştirak ediblər. İştirakçılar öncə teatrın foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Onlara müxtəlif nağıllar əsasında hazırlanan əl işləri barədə məlumat verilib. Daha sonra balacalar 2 saylı mədəniyyət evinin təşkilatçılığı ilə Kukla Xalq Teatrının 2 pərdəli Qoçaq Kimdir yeni nağıl tamaşasına baxıblar. Tamaşadan əvvəl çıxış edən Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Zərifə Məmmədova uşaqları bayram münasibəti ilə təbrik edərək bu əlamətlər gün haqqında məlumat verib. Uşaqlar bizim gələcəyimizdir. Bugün uşaqlar bizim sabahımızdır, gələcəyimizdir. Gələcək yəni onların çiyinləri üzərində qurulacaqdır. Ona görə də dövlət başçımız, möhtərəm prezidentimiz Cənab İlham Əliyev neft kapitalının insan kapitalına çevrilməsinə çox böyük önəm verir. Yəni bizim gələcəyimiz olan uşaqların yüksək səviyyədə təlim, tərbiyə almasına, onların sağlam böyüməsi üçün dövlət bütün diqqət və qayğısını göstərir. Bununla bağlı bir sıra layihələr həyata keçirilir. Tamaşada səslənən fikirlərdə əsasən aforizmlərdən və atalar sözlərindən istifadə olunub. Məzəli və məsəkəli kukla tamaşasında baba, nənə, nəvə və ev heyvanlarının macəralarından bəhs olunur. Fidan balaları maraqla izlədiyi tamaşanın rejissoru Qurban Əliyev, musiqi tərtibatçısı isə Rəşid Bağırovdur. Epizodlarda teatrın yaradıcı heyəti iştirak edib. Şahin Qurbanzadə, Ramin Ələskərov, LTV Yevlax.